Bura Çum, Mərkəzi Univermaq, bura Pasajın binası. Bu istiqamətdə Pasajın binasında bir satışa obyekt çıxıbdır. Demək, Azərbaycan prospekti 30 metr yan tərəfində Pasajın binasında arxitektur binada 3 vitrinli satışa bir obyekt var. Həm satılır, həm kirayə verilir obyekt. İndi gedib daxildən içinə baxacağıq. Obyekt mərkəzi yoldan 4-cü obyektdir. Göründüyü kimi buradan 4-cü obyekt. 3 vitrin, 1, 2, 3. 2 qapılıdır. Bura obyektin daxili görüntüsüdür. Demək, göründüyü kimi bu giriş hissədir. Tam təmirli bir obyektdir. Göründüyü kimi. Demək, bu giriş vitrinidir. Bir vitrin buradadır. Bundan sonra bir otaq soldadır. Bir otaq və sanqovşaq, mətbəx sağdadır. İndi havazada keçib indi baxacağıq. Bu hissədə göründüyü kimi ikinci otaqdır. Buradan da yoldan da bura giriş var. 2 girişi var obyektin. Və bu istiqamətdə sanqovşaq və mətbəx var. Biz hal-hazırda girişdən sol istiqamətdə olan otağa daxil oluruq. Bu otaqda göründüyü kimi vitrin aynası var, küçəyə baxır. 3 vitrin küçəyə baxan. Mərkəzi Univermaq Çumun yaxınlığında, Pasajın binasında, Azərbaycan prospektinə perpendikulyar 30 metr Azərbaycan prospektindən içəridə olan 4-cü obyektdir. 50 kvadrat, 3 vitrinli obyektdir. Tavanın hündürlüyü burada 4 metrdir. Obyekt həm satışa təqdim olunur, həm də icarəsi mümkündür. Gördüyünüz kimi əvvəllər burada gözəllik salonu kimi fəaliyyət göstərib. Dəyərli izləyicilər, obyekt barədə əlavə məlumat və qiymət üçün profildəki nömrələrlə əlaqə saxlaya bilərsiniz.